Türkiyədə Güney Azərbaycanla bağlı yeni kitab nəşr olunub. Güney Azərbaycan Milli Fikir Babaları kitabının müəllifi Azərbaycanlı jurnalist və tədqiqatçı Aynur İmrandır. Mavi Gök yayınlarının nəşr etdiyi 198 səhifəli kitabda Güney Azərbaycan ziyalıları və fikir adamlarından onların İranda türk milli kimliyini qorumaq uğrundakı fəaliyyətlərindən bəhs edilir. Onlar yalnızca bir coğrafiyanın deyil, Güney Azərbaycan türkünün kimliyini yenidən quran düşüncə memarlarıdır. Türkiyə polisi Uşaq vilayətində narkotik maddələr daşıdıqlarına görə 3 İranlını həbs edib. Bununla bağlı Haber Qlobal məlumat yayıb. Bildirilib ki, yoxlama zamanı İranlılardan 1516 kiloqram metafetamin aşkarlanaraq götürülüb. Adları açıqlanmayan İranlılara qarşı cinayət işi açılıb. Davam edirik. Zəncan əyalətinin tarım bölgəsində 21 min hektar ərazini əhatə edən zeytun bağları susuzluq səbəbindən məhv olmaq üzrədir. Bu haqda Mehr məlumat yayıb. Əyalətin Kənd Təsərrüfatı İdarəsinin başçısı Əkbər Kəraməti hər il bağlardan 25 min ton zeytun əldə etdiyini bildirib. Bu məhsula görə tarım ölkə üzrə birinci yeri tutur. O, həmin məhsulların başqa əyalətlərlə yanaşı xarici ölkələrə də ixrac edildiyini və bölgə əyalətinin iqtisadi həyatında əhəmiyyətli rol oynadığını deyib. Zəncan Zeytun Birliyinin başçısı Mehdi Abbasi də Mehrə verdiyi açıqlamasında su probleminin ciddi olduğunu və davamlı suvarma sisteminin qurulmadığı təqdirdə zeytun bağlarının quruyacağı barədə xəbərdarlıq edib. Azərbaycanlı fəal Əmir Abbas Benakazemi oktyabrın 8-də Təbriz zindanından azad edilib. Əmir Abbas Benakazemi 2025-ci il avqustun 19-da evində hədə-qorxu ilə silah zoru ilə həbs edilmişdi. Dindirilmə zamanı bu Azərbaycanlı fəal həbsxananın 45-ci otağında məmur olan Cənab Cənabi adlı şəxs tərəfindən ağır işgəncələrə məruz qalmış və döyülmüşdü. Qeyd edək ki, həbsdə olduğu 4 ay müddətində Benakazemi bəyin yanına ziyarətçilərin gəlməsinə icazə verilməmişdi. Qeyd edək ki, son aylarda bir çox Azərbaycanlı fəal İranın təhlükəsizlik agentləri tərəfindən həbs edilib, lakin onların ailələrinin ehtiyat etmələri səbəbindən onların xəbərlərini paylaşa bilmirik. Təbriz Universitetinin 22 yaşlı tələbəsi Ehsan Fəridinin edam hökmü Ali Məhkəmə tərəfindən təsdiqlənib və o edam ərəfəsindədir. Hüquq müdafiəçisi və Azərbaycanlı hüquqşünas Sina Yusefi X sosial media hesabında Fəridin Təbriz İnqilab Məhkəməsinin hakim Həsən Fatihburun rəhbərlik etdiyi 3-cü şöbəsi tərəfindən korrupsiya ittihamı ilə edam cəzasına məhkum edildiyini açıqlayıb. Qeyd edək ki, Ehsan Fəridin ilkin ittihamı sistemin əleyhinə təbliğat olduğu halda zaminə buraxıldıqdan sonra o təqribən 40 gün sonra yenidən həbs edilib və onun ittihamı korrupsiya ittihamı ilə dəyişdirilib və o Təbriz zindanına köçürülüb. Hazırda Azərbaycanlı tələbənin həyatı edam təhlükəsi ilə qarşı-qarşıyadır. 2024-cü ilin 10 oktyabrından 2025-ci ilin 8 oktyabrına kimi bir il ərzində İran həbsxanalarında 1537 məhbus edam edilib. Bununla bağlı İran İnsan Haqları Təşkilatı məlumat yayıb. Bildirilib ki, bu ondan əvvəlki illə müqayisədə 86% çoxdur. Məlumata görə edamların 94%-i gizli şəkildə həyata keçirilib. Qeyd olunan müddət ərzində 3 yetkinlik yaşına çatmamış məhbus və 49 qadın dar ağacından asılıb və 8 məhbus isə ictimaiyyətin gözü qarşısında edam edilib. Edamların 48,3%-i narkotik maddə cinayətləri, 43,5%-i isə adam öldürməklə bağlı olub. Ən çox edam hökmünün icra olunduğu 3 əyalət isə sıra ilə Əlbörs, İsfahan və Fars əyalətləridir. Qeyd edək ki, 2025-ci ilin əvvəlindən bugünə kimi kimliyi dəqiqləşdirilən edam edilənlərin sayı 1106 nəfərə çatıb, onlardan 30-u qadındır. İran polis qüvvələri ölkədə bütün iş yerləri və ictimai yaşayış obyektlərindən hicab qaydalarının riayət etmələrini tələb edib və əks tədbirdə onları fəaliyyətlərinin qadağan ediləcəyi ilə təhdid edib. İran Polis Komandanlığının xəbərdarlıq bəyanatında deyilib, ölkənin bütün iş yerləri və ictimai məkanlarında qanun və qaydalara riayət olunmalıdır. Əks halda onların fəaliyyəti dayandırılacaq, obyektlər möhürlənəcək deyə bəyanatda bildirilib. Buna səbəb kimi bir sıra ticarət mərkəzlərində, xüsusilə iaşə obyektlərində ictimai ədəb-ərkan və sosial normalara zidd olan bəzi reklamların, şəkillərin və kliplərin yenidən dərc edilməsi göstərilib. İctimai yerlərə Nəzarət Polisinin informasiya mərkəzinin yaydığı bəyanatda da oxşar təhdidlər səsləndirilib.
Qaydalara riayət olunmadığı təqdirdə iş yerləri və ticarət obyektlərinin sahiblərinə qarşı hüquqi ölçü götürülməsi ilə yanaşı ləğv edilməsi məsələsi də gündəmdədir. Tehranın ictimai yerlərə nəzarət polisinin rəisi Əli Rəfi bildirib ki, polislər restoran, kafe və başqa bu kimi yerlərdə hicab qaydalarını pozanlarına qarşı fəaliyyət göstərirlər. Polis bu məsələdə böyük həssaslıq və dəqiqliklə hərəkət edir. İstənilən ictimai proqram, o cümlədən konsertlər, şənliklər və mədəni mərasimlər qanunlara və İslam qaydalarına riayət edilməklə keçirilməlidir. Əks təqdirdə təşkilatçılar məsuliyyətə cəlb olunacaqlar deyə o xəbərdarlıq edib. Bununla eyni vaxtda Kiş adasının baş prokuroru Əli Səlimizadə də oxşar bəyanatla çıxış edib və İslam qaydalarının pozulmasına yol açan mərasimlərin keçirilməsinə icazə verən məsul şəxslərin və dövlət qurumlarının da məsuliyyətə cəlb olunmalarını istəyib. Bugün səhər saatlarında İranın Sistan və Bəlucistan əyalətinin Zahidan Nəhbəndən yolunda polis polkovniki Qulamrıza Cəmşidi silahlı qarşıdurma zamanı ölüb. Bu haqda Bəluç fəallarının kampaniyası məlumat yayıb. Məlumata görə Lut çölü ərazisində pusqu quran naməlum silahlılar polis avtomobilinə hücum edərək polkovniki güllələyiblər. Rəsmi məlumatda isə Qulamrıza Cəmşidinin narkotik qaçaqmalçılarına qarşı keçirilən əməliyyatı zamanı öldürüldüyünü bildirib. Amerika hakimiyyəti İranın enerji resurslarının nəqli ilə məşğul olan 50-dən çox şirkət, gəmi və fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib. Bu haqda Amerika Maliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə Xarici Aktivlərə Nəzarət İdarəsi İranın neft və neft kimi ixracına qarşı tədbirləri gücləndirir. Sanksiyaların hədəfində olan şəxslər və təşkilatlar İran neftinin və mayeləşdirilmiş qazının satışı və tədarükünü asanlaşdırıblar, Nazirlik bildirib. Məhdudiyyətlərə məruz qalanlara Birləşmiş Ərəb Əmirlikləri, Hong Kong, Sinqapur, Hindistan, Türkiyə, Çin, Panama, Ukrayna və Marshall adaları da daxil olmaqla müxtəlif ölkələrdə 50-dən çox fiziki şəxs, şirkət, həmçinin enerji resurslarının nəqlində istifadə olunan bir sıra gəmilər daxildir. Bununla yanaşı İraqda fəaliyyət göstərən İrana bağlı bəzi qruplar və şəxslərə qarşı da sanksiya tətbiq edilib. Birləşmiş Ştatlar İranın maliyyə şəbəkəsinə və İraqda dəstəklədiyi proksi qruplarına qarşı sanksiyaların bir hissəsi olaraq İraqın Milli Olimpiya Komitəsinin rəhbərinə qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb. Bildirilib ki, İran rejiminə Amerika sanksiyalarından yan keçməyə, silah qaçaqmalçılığına və İraqda geniş yayılmış korrupsiya ilə məşğul olmağa kömək edən şəxslər və şirkətlərə qarşı tədbirlər görülüb. Amerika Maliyyə Nazirliyi əlavə edib ki, iki İraqlı qardaş Sepahın güc qüvvələrinə bağlı Kommersiya Bankının sahibliyi və meneceri Əli Məfdən Xəfib və Əl-Beydani və Əqil Məfdən Kafib Əl-Beydaniyə sanksiya tətbiq edib. Vaşinqtonun dediyinə görə adı çəkilən iki qardaş Sepah kəşfiyyatının yüksək rütbəli məmurları ilə sıx əlaqələrə malikdir və İraqdakı Sepah tərəfdarı olan proksiləri maliyyə resursları ilə təmin ediblər. Buraxılışımız davam edir. Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 10-da Düşənbədə Tacikistan Prezidenti Emomali Rəhmanla təkbətək görüşü olub. Söhbət zamanı iki ölkənin dövlət başçılarının Azərbaycanda və Tacikistanda, həmçinin beynəlxalq tədbirlər çərçivəsində görüşləri məmnunluqla xatırlanıb. Yüksək səviyyəli qarşılıqlı səfərlərin müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi işinə verdiyi töhfəyə toxunulub. MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən iclasının aktual məsələlərinin müzakirəsinə yaxşı imkan yaratdığı qeyd edilib. Görüşdə Azərbaycan və Tacikistan prezidentləri əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıblar və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar. Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə toxunub və Laçının inkişafından danışıb. Dövlət başçısı qeyd edib ki, bugünkü iclasda humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərine toxunmaq istərdim. Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiyinə görə MDB dövlət başçılarına təşəkkürümü bildirirəm. Bu ilin iyununda Laçında MDB-nin mədəniyyət paytaxtı ilinin açılış mərasiminin keçirildiyini vurğulayan prezident İlham Əliyev deyib ki, tədbir gedişində Azərbaycanın bu qədim torpağının tarixi, mədəni irsi haqqında məlumat verilib. Dövlətimizin başçısı əlavə edib. Tədbirin qonaqları Ermənistanın 30 illik işğalından azad edilməsindən sonra Laçının sürətli dirçəlişinin əyani şəkildə şahid oldular. Dünya gündəmi ilə davam edirik. Həmas hərəkatı saziş çərçivəsində öhdəliklərini yerinə yetirməzsə, İsrail çətin yolla gedəcək. Bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
Həmas tərk silah ediləcək, Qəzza zolağı isə silahsızlaşdırılacaq. Əgər bu asan yolda əldə edilirsə, çox gözəl. Əgər bu mümkün olmazsa, çətin yolla əldə ediləcək, deyə baş nazir bildirib. O, döyüş əməliyyatlarının bərpasına işarə edib. Netanyahu həmçinin vurğulayıb ki, Həmasla razılaşmalara Amerika prezidenti Donald Trumpın güclü diplomatik təzyiqi sayəsində nail olunub. O, İsrail müdafiə qüvvələrinin Qəzza zolağında qalacağını və bütün əsas mövqeləri saxlayacağını vurğulayıb. Qeyd edək ki, İsrail və Həmas Misirin vasitəçiliyi ilə atəşkəslə bağlı razılaşma əldə edib. Razılaşma oktyabrın 10-da İsrail qoşunlarının Qəzzadan qismən çıxarılmasından sonra qüvvəyə minib. İsveç dondurulan Rusiya aktivlərinin Ukraynaya dəstək üçün istifadəsi haqqında Avropa İttifaqı qərarına nail olmaq niyyətindədir. Biz bütün ölkələrin bu planı dəstəkləməsi üçün mümkün olan hər şeyi edəcəyik, deyə İsveç Maliyyə naziri Yelizabet Svantesson bildirib. Qeyd edək ki, hazırda Avropa Komissiyası Brüsseldə yerləşən Euroclear maliyyə depozitarında saxlanan təqribən 170 milyard avro həcmində dondurulmuş Rusiya aktivlərinin istifadə edilməsi imkanını nəzərdən keçirir. Gözlənilir ki, sözügedən məsələ oktyabrın 23-24-də keçiriləcək Avropa İttifaqı sammitində müzakirə olunacaq. Amerika Avropadakı qoşunlarının sayını azaltmaq niyyətində deyil, lakin onları orada yenidən yerləşdirə bilər. Bunu prezident Donald Trump Finlandiyalı həmkarı Aleksandr Stab ilə görüşdən əvvəl jurnalistlərə deyib. Xeyr, amma biz onları müəyyən qədər yenidən yerləşdirə bilərik. Bildiyiniz kimi bizim Avropada çoxlu qonşularımız var və biz onlarda biraz yer dəyişmə edə bilərik, Trump deyib. Çin Amerika gəmilərinə əlavə liman rüsumu tətbiq edəcək. Bu barədə Çinin Nəqliyyat Nazirliyi məlumat yayıb. Belə ki, Amerika şirkətlərinə və vətəndaşlarına məxsus və ya Amerikada istehsal olunmuş, eləcə də Amerika bayrağı daşıyan bütün gəmilər oktyabrın 14-dən başlayaraq əlavə liman rüsumu ödəməli olacaq. Həmin tarixdən etibarən həm də Çində istehsal olunan Çin şirkətləri və vətəndaşlarına məxsus olan gəmilər Amerikada ilk liman dayanacağında ödəniş etməli olacaq.